Salam değerli dostlar. Bugün 6. sınıf KSG 4'ü sizlerle paylaşacağım. Tapdığım KSG budur. Özüm tərtib etməmişəm. Ama yeni de paylaşacağım. Yararlana bilənlər yararlanar. İnşallah en azından sualların bəziləri sizin müəlliminizin tərtib etdiyi KSG-nin en azından bölmə baxımından üst-üstə düşəcək. Deməli bu bölmənin əslində dərsini izah eləmişdim mən sizlərə. Bugün indi KSG-sini bərabər işləyəcəyik. Deməli, özündən işıq və istilik saçan qaz şəklində və kürə formasında olan səma cismi nədir? Özündən işıq istilik saçırsa bu ulduzdur təbii ki. Bizə ən yaxın olan ulduz isə Günəşdir. Yer qrupu planetlərinə aiddir. Yer qrupu planetlərinə Merkuri, Venera, Yer, Mars. Amma xarici planetlər ola bilsin ki, sizə düşsün. Xarici planetlər onda olacaq, deməli, Yupiter, Saturn, Uran və Neptun. Üçüncü sualda yerdə həyatın mövcud olmasının səbəblərindən biri, yerdə həyatın mövcud olması üçün deməli onun atmosferi var ki, yerdə həyat mümkündür. Atmosfer olduğu üçün də Günəşdən olan məsafəsi suyun 3 halda olmasına şərait yaradır. Dördüncü sualda yer və ay üçün oxşar cəhətlər nədir? Yer də, ay da hər ikisi öz ox ətrafında hərəkət edir və yaxud da Günəş ətrafında hərəkət edir ola bilər və yaxud da Günəş sisteminə aiddir. Cavabımız C variantı. Amma yəni bütün olacaq halları deyirəm ki, birdən sizdə o cürə salına bilər, o cürə düşər də, yəni o variantlar düşər. 5-ci sualda tarixlər verilibdir. Hansı fəsil uyğundur, onları tapacağıq. Deməli, doğru olanları istəyir bizdən, doğru sıranı istəyir. Demək, 21 martda şimal yarımkürəsində payız yox, şimal yarımkürəsində yaz, cənubda payız. Ona görə buna bir çıx. 22 iyunda şimal yarımkürəsində yay fəslidir, bəli, cənubda qış fəslidir, ona görə doğrudur. 23 sentyabrda deməli, şimal yarımkürəsində yaz yox, payız fəslidir. Burada isə yaz olacaq cənub yarımkürəsində. 22 dekabrda qış fəsli şimaldadır, yay fəsli cənubdadır, doğrudur. Deməli, bizim variantlarımız, doğru olan variantlarımız oldu 2 və 4, A variantı. Yer, Günəş sisteminə hansı planetlər arasında yerləşir? Deməli, biz demişdik Merkuri, Venera, Yer, Mars, Yupiter bu qayda ilə gedirsə, deməli, Venera ilə Mars arasında yerləşir. Cavabımız olacaq B variantı. 21 mart tarixi üçün səciyyəvi əlamətlər hansıdır? 21 martda bilirik ki, Günəş ekvator xətti üzərində zenitdə olur, 0-cı paraleldə. Həm şimal, həm cənub yarımkürəsində eyni dərəcədə işıq və istilik alır. Ona görə bərabər işıqlanır. Cavabı doğru olacaq C variantı. Düzgün uyğunluğun verildiyi cavabı təyin edin. Deməli, Mars, Saturn və Neptun 3 planet verilibdir. Bunları uyğunlaşdıracağıq. Mars bilirik ki, buz və həyatın olması güman olunan bir planetdir. Qarşısına C yazıram. Saturn, Neptunu en azından bilirik ki, Günəşdən ən uzaqda olan planetdir. Neptunun qabağına B yazsaq. Ətrafında toz dumanlıqlarına ibarət halqa da var. Bu da olacaq Saturna. Deməli, C, A, B variantı hansındadır? D variantında uyğundur. Sonra ulduz, meteoroid və planet nədir? Uşaqlar, Günəş və öz ox ətrafında hərəkət edən səma cismi biz bilirik ki, planetdir. Yerdən götürsə, yer həm öz ox ətrafında hərəkət edir, həm Günəş ətrafında hərəkət etmiş olur. Qaz şəklində olur, işıq və istilik saçır. Özündən işıq və istilik saçan səma cismi, hətta yəni tərkibi də demişdik, hidrogen və helyumdan ibarətdir. Bu ulduzdur, Günəşdən bilirik. Meteoroid isə dəmir və ya daş kütləsindən ibarət parçalardır. B, C, A uyğun gələcək. 1-ə B, 2-ə C, 3-ə A. Sonra 10-cu sualda verilmiş sxemə uyğun gələn düzgün fikirləri təyin edin. Sxemdə gördüyünüz kimi uşaqlar, Günəş şimal yarımkürəsində zenitdədir. Çünki şimal qütbünə baxsaq işıqlıdır, cənub qütbü qaranlıq. Deməli, hansı tarixdən də yazılıbdır? 22 iyun tarixidir. Hazır əlimizdə verilibdir variant. Və cənub yarımkürəsində yay başlayır olmaz. Bu şimal yarımkürəsi üçün də çıx qoyduq. Argentinada qış fəslidir. Argentina cənub yarımkürəsində olduğu üçün burada təbii ki, qış fəsli olacaqdır. Şimal yarımkürəsində gündüzlər uzanır. Bu da doğrudur. Azərbaycanda qış fəslidir. Azərbaycan şimal yarımkürəsində olduğu üçün yay fəslidir, səhvdir. Şimal yarımkürəsi Günəşə tərəf çevrilmişdir. Bəli, onu da müşahidə edə bilirik. Günəşə tərəf çevrilibdir. Şimal və cənub yarımkürələri bərabər işıqlanır. Xeyr, əgər tam ekvator xətti üzərində zenitdə olsaydı, o cavabı düz götürə bilərdik biz. Olacaq 2, 3 və 5-ci variantlar doğru variantlar hesab olunur. Burada B variantı da var. Bilmirəm, yerlərimi dəyişir yoxsa
Hə, yox, ayrı-ayrı suallardır. Baxaq B variantına. Mövzu yəni dəyişməz, mövzu eynidir. Günəş və öz ox ətrafında hərəkət edən səma cisimləri, həm Günəş, həm öz ox ətrafında hərəkət edirsə bu planetdir. Bayaq dedik, Yupiter qrupu planetləri, yəni xarici planetlər hansıdır? Bayaq cavabını da dedim. Yupiter, Saturn, Uran və Neptun olacaq B variantı. Yerdə həyatın mövcud olmasının səbəblərindən biri, bayaq dedik ki, atmosferin olması, atmosferdə oksigenin olması. Ona görə də doğru cavabdır. Həm də variantlara da baxsaq, atmosfer təbəqəsinin Günəşin zərərli şüalarını yerə buraxması olmaz, buraxmaması olardı. Buraxması olmaz. Yer səthində kütləvi vulkan püskürməsi buna şərait yaratmır, əksinə pis təsirdir. Atmosfer təbəqəsində oksigenin olması, bəli, bu bizə yaxşıdır. Günəşdən olan daha uzaqda yerləşməsi, suyun buz halında olması bu bizə mənfi təsirdir. Ona görə C variantı olacaq. Həm də su təkcə buz halında deyil, 3 haldadır yer səthində. Yer və ay üçün fərqli cəhət nədir? Deməli, hər ikisi öz ox ətrafında fırlanır. Hər ikisi Günəş ətrafında fırlanırlar. Hər ikisi Günəş sisteminə aiddir. Gündüzlər çox qızır, gecələr çox soyuyur. Bu aya məxsusdur. Çünki ayda nə yoxdur uşaqlar? Atmosfer yoxdur. Atmosfer qatı olsaydı bu proses baş verməzdi. Deməli, cədvələ əsasən səhv variantları təyin edin. 21 mart tarixində yaz, cənub yarımkürəsində payız fəslidir. Şimalda bəli, 21 mart tarixində şimalda yaz, cənubda payızdır. Bu doğrudur. Biz amma səhv variantları diqqət eləyək. Hansına çıx qoyacaqsa onları götürəcək sonda. 22 iyunda şimal yarımkürəsində qış deyil, cənubda da yay deyil, əksinədir. 23 sentyabrda şimalda payızdır, cənubda yaz fəslidir. Bu doğrudur. Və 22 dekabrda şimal yarımkürəsində yay yox, qış olmalıdır, cənubda yay olmalıydı. Bu da fərqlidir. Səhvdir daha doğrusu. Ona görə çıx qoyduğumuz variantlar 2 və 4. Bu da olacaq A variantı. Daha sonra Günəş sistemində Venera və Mars planetləri arasında fırlanan planet hansıdır uşaqlar? Deməli, Merkuri, Venera, Yer, Mars. Deməli, Venera ilə Mars arasında nə yerləşdi? Yer planeti. Bayaq ki, sualın biraz fərqli formasıdır. Demək olar ki, eyni sualdır yəni. 23 sentyabr tarixi üçün səciyyəvi əlamətlər hansılardır? 23 sentyabrda Günəş bilirik ki, tam ekvator xətti üzərində zenitdə olur. Bayaqları 21 mart tarixi verilmişdi, eynidir. Hər ikisində onsuz ki, şimal və cənub yarımkürələri bərabər dərəcədə işıq və istiliyi alacağımız olacaq A variantı. Daha sonra Merkuri, Yupiter və Uran planetləri haqqında. Biz bildiklərimizdən başlayaq. Yupiter bilir ki, Günəş sisteminin ən böyük planetidir. 2A olacaq. 2'ye B olan, C olan variantlar getdi. Uran, daha doğrusu Merkuri Günəşə ən yaxın və ən kiçik planetdir. Bunu da bilirik. Demək, birinci C olmalıdır, ikinci A olmalıdır. Uran isə ən soyuq planetdir. Cavabımız CAB, D variantı olacaq. 9-cu sualda uyğunluğu mənliyini meteoroid, asteroid və ulduz verilibdir. Ulduzun tərifini görən kimi bilirik ki, Günəşdən görürük ki, yəni Günəşə əsasən deyə bilərik ki, qaz şəklindədir, işıq və istilik saçır. Meteoroid, dəmir daş kütlələrinə bayaqki sualın eynisidir. Asteroid, deməli, Mars və Yupiter arasında daha çoxdur. Daha sonra verilmiş sxemə uyğun gələn düzgün fikirləri müəyyən edin. Düzgün fikirlər nə olacaq? Baxaq bir dənə şəklə. Burada 22 dekabrda bayaqları gördüyünüz kimi 22 iyun tarixi verilmişdi. İndi isə əksinə 22 dekabrdır. Bu səfər şimal yarımkürəsində bilirik ki, qış fəslidir. Özümüzdə bilirik ki, 22 dekabrdırsa, təbii ki, cənub yarımkürəsində Günəş zenitdə olacaq. Bunu nədən bilirik? Cənub qütbü işıqlıdırsa, deməli, cənub yarımkürəsində zenitdədir. Ona görə də cənub yarımkürəsində yay fəsli olduğunu görə bilirik. Baxaq variantlara. Şimal yarımkürəsində yay fəsli başlayır, yox, əksinə. Azərbaycanda qış fəslidir, bu doğrudur. Cənub yarımkürəsində gündüzlər uzanır, doğrudur. Şimal və cənub bərabər işıqlana bilməz. Ya yaz olmalıdır, ya payız olmalıdır. Yəni ya 21 mart, ya 23 sentyabr olmalıdır ki, bu proses baş versin. Cənub yarımkürəsi Günəşə tərəf çevrilmişdi. Bəli, bu doğrudur. Və şimal yarımkürəsində gündüzlər uzanır. Şimal yarımkürəsində gündüzlər şimalda gündüzlər yox, gecələr uzanır. Deməli, olacaq cavabımız 2, 3 və 5. 2, 3, 5 doğru cavablardır. Bəli, deməli, A və B variantlarını biz demiş olduq. KSQ-lərin